Hörmətli izləyicilər, 15.000 manat ilkin ödənişlə bu gün nə almaq olar? Yəni bu sualı ünvanlayıram mən sizə. Bu gün nə ala bilərsiniz 15.000 manat ilkin ödənişlə? 40 kvadrat, 50 kvadrat təminsiz mənzil, düzdür? Mən isə sizə 104 kvadrat metrdən ibarət kubçalı, qanuni 3 otaqlı mənzili təklif edirəm. Alan kimi təmirə başlayın. Qaz, su, işıq, 90% binada yaşayış var. Lifti, hər şey var. Giriş qapısıdır, girişin solunda zalı yerləşir. Sağda hamam otağı ilə sanuzeldir. Bax, bura hamam otağıdır. Burada isə mənzilin sanuzeldir. Qanuni 3 otaqlı, mərkəzi yolun üzərində, yəni yoldan da kənar deyil, birbaşa prospektin üzərində. Marşrutlar hamısı qarşısından keçir. Altından market və bütün növ yaşayış obyektləri. Burada isə növbəti yataq otağı. Mərkəzi yolun üzərində kubçalı 3 otaqlı mənzil, hörmətli izləyicilər. Plusdan 60 ayda sizi gözləyirlər. 60 aylıq kreditlə. 60 ayda gözləyirlər ki, evin məbləğini bağlayasınız. Bax, burada mətbəx yerləşir, mətbəxdən eyvana çıxış var. Bax, burada eyvanıdır. Mətbəx. Tam hazır bina. Su, qaz, işıq, bütün kommunallar mövcud. Bu gün alın, sabah təmirə başlayın. Bax, bu vəziyyətdədir. Burada isə dəhlizin sonunda növbəti yataq otağı yerləşir. Eyvana çıxış var. 11 mərtəbəli binanın 7-ci mərtəbəsində. Mərtəbə də ideal. Təklif mükəmməl. Belə bir şey yoxdur satışda. Yəni, ancaq bu şərtlə, yəni 3 otaq almaq mümkün deyil. Əgər tapsaz belə, yəni binanı bir 3 ilə sizə təhvil verirlər. Biz isə sizə, bax, bugünkü gün 15.000 ilkin ödənişlə 104 kvadrat metr, qanuni 3 otaqlı, 60 ay isə 2436 manat ödəməklə bu mənzili əldə edə bilərsiniz. Aylığını azaltmaq istəyirsinizsə, ilkin ödənişini çox ödəyin, aylığı azalsın. Bu gün alın, sabah təmirə başlayın. Sizin də satış əmlakınız varsa, müraciət edin, satışın yardımcı olaq. Sağ olun, salamat.